Alatavada qanunsuz söküntü işləri ilə bağlı başlanan cinayət işinə xitam verilib. Bununla bağlı müvafiq qərar verilib. Söküntü ilə bağlı saxlanan ekskavator sürücüsü Qala Eynullayev azadlığa buraxılıb. Məlumata görə bu, zərər çəkən tərəflər şirkət arasında razılaşma əldə olunandan sonra baş verib. Xatırladaq ki, ötən ay Xətai rayon məhkəməsinin qərarına əsasən Melisa Qrup tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da ev dustaqlığına buraxılıb. Ədliyyə Nazirliyinin penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında narkotik maddə keçirilməsinin qarşısı alınıb. Bu barədə penitensiar xidməti məlumat yayıb. Həbs olunmuş şəxs Orxan Məsimoğlu Gülməmmədova xalası oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman ət yeməyində olan sümüyün içərisində xüsusi üsulla gizlədilmiş bir ədəd bükülüdə 1 kiloqram 137 qram heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.